Catoctin Creek Distilling Company'də adi iş günüdür. Qaynayan çovdar bişmiş çörək ətrini yayır. Çovdar orijinal idi. Hər şey məhz burada başlayıb. Becky və Scott Harris çovdar viskisi distillə edirlər. Çovdar içkiləri ölkənin ilk prezidenti George Washington tərəfindən tətbiq edilən xarici tərəflərdən 100 il əvvəl hazırlanmağa başlanılıb. İndi isə ölkənin hazırki prezidenti altında 25% Kanadaya 25% və Meksikaya 25%. Mexico. bu tariflər onların çovdar viskisini xaricə satmaq cəhdlərini çətinləşdirir. This makes exports Bu ixracatı daha da çətinləşdirir, elə deyilmi? Çünki mənim məhsulum alan hər kəs əlavə tarif ödəməli olacaq və bunu heç kim etmək istəmir. that they won't do. Təkcə Meksika və Kanadada distribusiya təsirlənmir, həm də xammal. Məsələn, bu şüşə butulkalar. Baxmayaraq ki, onlar Amerikada istehsal olunur. Böyük istehsalçılar adətən Meksika və Çindən şüşə alırdılar. Lakin ABŞ-da prezident seçkilərindən sonra Amerika şirkətlərinə keçdilər. We may actually Biz 2 aya qədər Amerika istehsalı olan şüşənin tükənəcəyini və məhsul dövrəsini saxlamaq üçün daha bahalı idxal şüşəsi sifariş etməli olacağımızı görürük. product flowing. Harris ailəsinin Meksika və Kanadaya genişlənmə planları darmadağın olub. Kanada mağaza sahibləri artıq onların çovdar viskilərini və digər Amerika istehsalı olan içkiləri rəflərindən çıxarırlar. Fransadan bir sifariş almaq üzrə idi, lakin fransız distributor bizə dedi ki, xeyr, hazırda Amerika məhsullarını ora göndərmək üçün yaxşı vaxt deyil. Prezident Donald Trump bildirir ki, tariflərin tətbiqi dünya liderlərini qeyri-qanuni miqrasiya və narkotik axını dayandırmağa məcbur edəcək. But we need Biz Meksika və Kanadanın etdiklərindən qat-qat artıq iş görməsini istəyirik. Onlar fentanil və digər narkotiklərin ABŞ axınını dayandırmalıdırlar. Onlar bunu dayandıracaqlar. to stop it. Prezidentin tərəfdarları tariflərin vacib olduğunu düşünürlər. The tariffs, I think, are necessary. Tariflər məncə təzyiq vasitəsi kimi vacibdir. Bizim başqa ölkələrdən məhsul alarkən və başqa ölkələrin bizdən məhsul alarkən ədalətli münasibət yaratmağımız üçün lazımdır. Things from us. Bununla belə səhəm bazarı 2 gün ardıcıl eniş edərək bununla razılaşmadığını göstərdi. The hope has to be that Ümid budur ki, səhəm bazarındakı eniş administrasiyanı bu ticarət siyasətindən geri çəkilməyə məcbur edəcək. Çünki ticarət müharibəsi əslində hər iki tərəfin uduzduğu bir oyundur. proposition Lakin o vaxta qədər Lakmanın fikrincə tariflər və tariflər cavablar dövrü yenidən davam edəcək.